Futbol üzrə ölkə çempionatının 1-ci divizionunda 18-ci turun mərkəzi qarşılaşması Qərb derbisi ilə əlamətdar olub. Lider Turan Tovuz bu tur Şəmkiri qəbul edib. Çempionatın əzəli rəqiblərinin Tovuz şəhər stadionunda baş tutan görüşü böyük marağa səbəb olub. Azərbaycan futbolunun iki köhlü komandasının prinsipal qarşılaşmasını 3000 azarkeş stadiondan seyr edib. Maçın ilk yarısı bərabər mübarizə şəraitində keçib. Tərəflərin səylərinə baxmayaraq, fasiləyə qədər tablodakı sıfırlar toxunulmaz qalıb. İkinci hissədə Turan Tovuz hücumlarının kəsərini artırıb və qol özünü çox gözlətməyib. 51-ci dəqiqədə Rəhman Musayev komanda yoldaşının cinah asmasını dəqiq baş zərbəsi ilə tamamlayaraq meydan sahiblərini hesabda irəli çıxarıb. 1-0. Şəmkirli futbolçular qol şokundan ayrılmamış, daha bir dəfə topu oyuna mərkəzdən başlamalı olublar. 59-cu dəqiqədə Tugay Alusenlinin cinah ötürməsindən sonra Akşin Muxtaroğlu rəqib komandanın qalkiperinə seçim yeri qoymayıb. 2-0. Şəmkirin maçın qalan dəqiqələr ərzində hesabı bərabərləşdirmək cəhdləri bir fayda verməyib. Nəticədə gərgin və barışmaz idman mübarizəsində keçən Qərb derbisi elə ev sahiblərinin inamlı qələbəsi ilə başa çatıb. Bu qələbədən sonra lider ən yaxın izləyicisi Səbaili 5 xal, Şəmkiri isə 10 xal üstələyir. Maçdan sonra Turan Tovuzun baş məşqçisi və aparıcı futbolçuları görüşü şərh ediblər. Çox güclü rəqiblərdən biridir. Mən hesab edirəm ki, lider qrupunda güclü komandalardan biridir. Əlbəttə ki, bugün qismət bizdə idi. Allahın köməyi ilə qalib gəldik. Şəmkir komandasında gələcək onlarda uğurlar arzulayıram. Və mən hesab edirəm ki, yenə deyirəm ki, o komanda liderlərin içində olmaya layiq olan komandadır. Çətin oyun olacağını bilirdik. Ona da çox ciddi hazırlaşmışdıq. Sağ olsun uşaqlar da hamısı döyüşdü. Və lazım olan qələbəyi qazandıq. Bu bizə çox vacib qələbə idi. Çempionluğumuzun başlı yarı faizini həll eləmişik. İnşallah qabaqda da bir dənə çətin oyun var. Azarkeşlərimiz də sağ olsun bizə dəstək oldu, böyük dəstək oldu. 3 xal bizim üçün çox önəmli idi ki, gələn növbəti oyunda da biz qələbə qazanmaq üçün bu 3 xal qazandıq. Yəni yaxşı hazırlaşmışıq bu oyuna. Məşqçilər çox sağ olsun bizi bu oyuna köklər verildi. Azər İsmail, Elməddin Qasımov, Tovuz.